Dünən TikTokda bir video gördüm. Videoda bir şeir səsləndirirdilər. Şeirdə şərab sözü keçir və rəylərdə şərab sözü ilə bağlı bəzi yanlış bilgi yazanlar var idi. Bir çoxları ümumiyyətlə şərab sözünü şər-ab, yəni şər su kimi şərh eləyirlər, lakin bunun onunla heç bir əlaqəsi yoxdur. Şərab sözü şurub sözündəndir ərəbcədə, baxa bilərsiniz, yəni lüğət kitablarına da. Bu söz ümumiyyətlə içməli hər hansı bir şeyə deyirlər. Yəni su da şərabdır, süd də şərabdır, meyvə şirəsi də şərabdır. Fərq eləmir. Yəni şərab içiləcək, içməli olan hər hansı bir şeyə şərab deyirlər. Hətta bundan feil kimi də istifadə eləyirlər ərəblər. Yəni içmək feili də bundandır. Məsələn, əşrəbu mə, yəni su içirəm mənasında. Sözüm budur ki, şərab sözünün şər-ab sözü ilə heç bir əlaqəsi yoxdur. Şərab sözü hər hansı içiləcək hər hansı bir şeyə şərab deyilir. Spirtli içkiyə isə ərəb dilində xamr deyilir. Amma sonradan görünür şərab sözünü sırf spirtli içkiyə təhkim ediblər. Yəni onun ancaq terminoloji olaraq bizdə artıq şərab sözü spirtli içki mənasında səslənir. Əslində bunun bizdə də bir qarşılığı var. Məsələn, içki deyəndə filan kəs içki içir, bu artıq içki sözü burada spirtli içki mənasında gedir. Halbuki içki hər hansı içə biləcəyimiz şey mənasında səslənə bilər. Yəni bu qədər güman edirəm ki, daha bundan sonra şərab sözünü şər su mənasında səsləndirənlər yanlış olduğunu başa düşərlər.